Artıq Arkimedin dövründə yaşamırıq. Çünki dünya o qədər inkişaf edir. Biz məcburuq ki, hansısa dar, ucda, kənarda qalan hansısa bir mövzu götürək və o mövzu üzrə tədqiqat aparaq. Hər kəs demək olar ki, artıq ChatGPT-dən istifadə edir. Siz bir mətn verirsiniz, mətn alırsınız, düzdürmü? Bunun arxasındakı təbii prosedur necə baş verir? Onu heç kim dəqiq bilmir. Hələ ki, fəlsəfə doktoru elmi dərəcəsinin diplomunu almamışam, amma müdafiə etmişəm və 25 yaşına qədər. Əgər diplomumu alsam, Azərbaycandakı ən gənc fəlsəfə doktorlarından biri olacağam Azərbaycan tarixində. Biləndə ki, Azərbaycan Respublikası Prezidenti mənim apardığım elmi tədqiqatlardan xəbər tutub. Sevincimin əlbəttə ki, həddi buluğu olmadı. 1999-cu il 26 may tarixində anadan olmuşam. Bakı şəhəri Nizami rayonu 272 sayılı tam orta məktəbdə təhsil almışam. Məktəbdə fizika müəllimimin Lətifə xanım lap uşaq yaşlardan o həvəsləndirməyə başlamışdı. Ümumilikdə bir model qurmağa, o modellə kainatı təsvir eləməyə, kainatın ya da ayrı-ayrı proseslərini təsvir eləməyə məni həmişə həvəsləndirmişdi. Lətifə xanım sadəcə o sualların mətnini deyib bitirənə kimi mən sualların artıq bütün həllini yazıb bitirirdim. Odur ki, kompüter elmləri sahəsini seçməyə davam elədim və bu sahə üzrə təcrübə proqramlarında iştirak elədim, kurslar bitirdim. Atam müharibə veteranıdır. Əlbəttə, hər kəsin valideyni onlara dəstək olur adətən. Amma mən xüsusilə atamın dəstəyini vurğulamaq istəyərdim ki, o xeyli fədakarlıqlar eləyib mənim üçün. Bir bacım var, hal-hazırda universitetlərdən birində birinci kursda təhsil alır. Doğrusu elm universaldır əlbəttə ki, çünki eyni bir planetdə yaşayırıq, eyni kainatda yaşayırıq və bu istənilən halda elm kollektiv işdir. O mənada ki, dünyanın bir ucunda bir adam o dar sahə üzrə ixtisaslaşır, o barədə bir təcrübələr, eksperimentlər aparır, müşahidələr aparır və biz bu onlarla adamın müşahidələrini, eksperimentlərini birləşdirib ortaya bir nəticə çıxartmağa çalışırıq və özümüz də nəsə bir töhfə verməyə çalışırıq. Amma bizim eləməyə çalışdığımız, ən azından mənim də planlaşdırdığım, dünyadakı ədəbiyyatlarla da maraqlanıb, özümüzdəki təcrübəni də bura qatıb, yeni bir elmi ideyanı, hansı ki, dünyanın nüfuzlu nəşrlərində çap etdirək. İdarəetmə Sistemləri İnstitutunda beynəlxalq konferanslar keçirilir, hansı ki, o konferansların materiallarının beynəlxalq indeksləşdirmə bazalarına daxil edilməsində də birbaşa iştirak edirəm. İşin təşkilatçılıq və çapa hazırlanma tərəfində. Burada məqsəd təkcə ondan ibarət deyil ki, çap olunan hər elmi iş əla olsun, dünyaya maksimum töhfə versin. Artıq Arkimedin dövründə yaşamırıq. Arkimed kimi adamlar ki, ciddi bir töhfə verirdilər. Artıq bizim gördüyümüz iş ondan ibarət deyil. Çünki dünya o qədər inkişaf edir. Biz məcburuq ki, hansısa dar, ucda, kənarda qalan hansısa bir mövzu götürək və o mövzu üzrə tədqiqat aparaq. Bizim istifadə etdiyimiz bir metodika var ki, biz bir sualla maraqlanırıq, o suala bir cavab veririk. O cavabı müşahidələr və eksperimentlərlə test eləməliyik. Hansı ki, bu metodika Karl Raymond Popper'ın əsərlərində belə deyim, yazıya alınıb və ondan əvvəl Albert Einstein kimi alimlər onu ciddi şəkildə istifadə ediblər. Hansı ki, bugün məncə Azərbaycanda da elmin əsas paradigması əksəriyyət etibarilə budur. Hansı ki, biz test məsələ qoyuruq və onu test edirik. Süni intellekti nəzərə almasaq belə, bugün məşğul olduğumuz elm bundan 100 il əvvəl başa düşdüyümüz şeydən çox fərqlənir. Ümid odur ki, bir insan müxtəlif belə dar suallar ətrafında düşünə-düşünə, o barədə elmi fəaliyyət göstərə-göstərə, o barədə elmi nəşrlər çap etdirərək, zamanla o məşğul olduğu ayrı-ayrı məsələlər ümumiləşəcək. Adam deyəcək ki, bu məsələ sinfinə mən bir həll təklif eləmişəm, hansı ki, bundan əvvəlki həllərdən daha yaxşıdır. İndi aktuallaşan GPT-lər və s. texnologiya ki var, oradakı T transformer deməkdir. Transformerların ortaya çıxdığı məqalə artıq 120 mindən çox istinad alıb, halbuki çap olunmasının üzərindən 10 il keçməyib. Hər kəs demək olar ki, artıq ChatGPT-dən istifadə edir. Siz bir mətn verirsiniz, mətn alırsınız, düzdürmü? Bunun arxasındakı təbii prosedur necə baş verir? Onu heç kim dəqiq bilmir.
Və bu çox xüsusi bir inqilabi mahiyyət daşıdığına inanıram və bu 2024-cü ildə elə Jeffrey Hinton'un Nobel mükafatı alması, hansı ki bizim dərin öyrənmə dediyimiz konsepsiyanın banilərindən biridir. Özə fizika üzrə Nobel mükafatını alması həm də bunu göstərir ki, həqiqətən digər elmi sahələrə süni intellektin çox böyük bir töhfəsi var. Teslanı və s. qeyd eləsək, əlbəttə ki, onların artıq ölümünün üzərindən belə xeyli bir müddət keçib və elmi işlər o qədər tez aktuallaşmır. Çünki bir elmi işin başdan sona sadəcə yazısının, əl yazmasının hazırlanması bir elmi məqalənin bəzən 6 ay, 8 ay vaxt alır. Bu normaldır ki, biz adətən Arximedin, Albert Einsteinın və s. adını eşidirik və digər yüz minlərlə alimin bəlkə də adından xəbərsiz. Ayrıca Jeffrey Hinton süni intellekt sahəsi üzrə çox ciddi bir inqilaba səbəb olmuş bir insandır. Bu gün bizim telefonlarda istifadə elədiyimiz o ChatGPT-lərin və s. arxasında dayanan metodikanı ortaya qoyub adam. Amma Jeffrey Hintonu neçə nəfər tanıyır? Çünki bəzən o 10 illiklər lazım olur ki, ortaya çıxsın. Hətta indi bu 2024-cü ildə Nobel mükafatı alanda biraz daha çox tanınmağa başladı. Bir də bir şey də nəzərə almaq lazımdır, insan sayını. Yəni Aristotelin vaxtındakı insan sayı ilə bugünkü insan sayı eyni deyil. Aristotelin vaxtındakı ümumdaxili məhsulla indiki eyni deyil. Məhsul və xidmətlərin sayı barədə, çeşidliliyi barədə. Bundan bir 20-30 il əvvəl dünyada daxili orqan haqqında, tutaq ki, ürək haqqında bir növ ya iki növ həkim var idisə, hansı ki, daha ixtisaslaşmaya sahib. İndi ürəyin ayrı-ayrı kanalları üzrə belə deyək də, bəlkə də onlarla ayrı-ayrı dar sahələr var ki, insanlar hansı spesifik problemlə üzləşirlərsə onun yanına gedirlər. İndi çox insanların üzləşdiyi qohumlarında, yaxınlarında, dostunda üzləşdiyi bir problemlə üzləşdik. Mənim uşaqlığımı bir yerdə keçirdiyim dostum, yaxınım qəfildən eşitdik ki, xərçəng xəstəsidir və onda elə düşünməyə başladım ki, biz oturub pul qazanmaqla, hansısa işi, texniki işi görməklə yaşamağa çalışırıq və düşündüm ki, kompüter elmləri üzrə tədqiqat aparsam, bəlkə gələcəkdə buna biraz da olsa töhfə verə bilərəm. Hələ ki, fəlsəfə doktoru elmi dərəcəsinin diplomunu almamışam, amma müdafiə etmişəm və 25 yaşına qədər. Əgər diplomumu alsam, Azərbaycandakı ən gənc fəlsəfə doktorlarından biri olacağam Azərbaycan tarixində. Biləndə ki, Azərbaycan Respublikası Prezidenti mənim apardığım elmi tədqiqatlardan xəbər tutub. Sevincimin əlbəttə ki, həddi buluğu olmadı. Gənclər üçün Prezident mükafatına layiq görülmək mənim üçün böyük bir fəxrdir. Bu münasibətlə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə ürəkdən təşəkkürümü bildirirəm. Bu məncə təkcə mənə yox, mənim ətrafımdakı insanlara da çox ciddi bir stimul oldu. Bu stimullar öz töhfəsini verəcək. Bu ada layiq elmi nəticələr almağa davam edəcəm. Və elə hesab edirəm ki, Azərbaycan Respublikasındakı gənclər yaxşı olar ki, iş görməklə yanaşı, hər hansı bir işlə maraqlananda bu işi ən dayanıqlı şəkildə necə görərəm? Məsələn, sabahsı gün yıxılıb, məsələn, bir ayağım zədələnsə, mənim işlərim tamamilə dəyişməli deyil. Mən hesab edirəm ki, gənclərə yaxşı bir tövsiyəm ondan ibarət olardı ki, həmişə işin metodikasına ciddi diqqət versinlər. Çünki ayrı-ayrı bəzən nəticə alarıq, bəzən almarıq. Həyatda hər şey bizdən asılı deyil, amma daha çox mümkündür. Dayanıqlı nəticələr almaq, ömür boyu inkişaf etmək, o cümlədən həm ətrafına, həm özünə günü-gündən daha çox töhfə verə bilmək daha çox mümkündür. Belə-belə işlər.